Ya Allah, bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bu gün sizlərə mobil tətbiqimiz üzərindən bir sınağın izahını təqdim edəcəm və sizlər də mobil tətbiqi yükləyərək müxtəlif sınaqların həm izahı ilə tanış ola bilərsiniz, həm sınaqları işləyə bilərsiniz. Burada funksionallıq çoxdur. Mobil tətbiq istənilən cihaz üçün uyğundur. Yəni olsun Android sistemi işlədən müəllimlər, olsun iOS sistemi işlədən müəllimlər fərq etmir. İstənilən cihaz üçün keçərlidir və bu videonun aşağısında rəy bölməsində həm Android sistem cihaz işlədən müəllimlər üçün də link yerləşdirəcəm ki, hər kəs yükləyə bilsin, həm də iOS sistem telefon işlədən müəllimlər üçün də aşağıda link yerləşdirəcəm. Ayrıca Android sistem iOS-lar üçün. Hər bir müəllim rahatlıqla yükləyə bilər və bu tətbiqdən yararlana bilər. iOS sistemi əsasən onsuz iPhone-lardır, bildiyimiz kimi. Yəni, ona görə link ayıracam ki, iPhone işlədən müəllimlər birbaşa iOS sistem yazılan linka daxil olsun. Android cihazlar isə bütün digər artıq bildiyimiz Samsung-udur, sonra Honor-udur və s. və ilə axır. İndi artıq burada istənilən digər markaları şamil edə bilərik. Həmin cihazlar işlədən müəllimlər isə Android yazılan linka toxunaraq mobil tətbiqi yükləyə bilər. Bu belə. Özüm buna aydınlıq verdim, çünki bəzən soruşurlar bunda. Gəldik digər məsələyə, sınağa. Keçək sınağı işləyək. Müəllimlər, burada həmçinin mobil tətbiqimizin qrup yarışlarından da yararlana bilərsiniz. Yəni, mobil tətbiq yüklədikdən sonra qrup yarışı, birəbir yarışlardan da gəlib istifadə edərək özünüzü sınaya bilərsiniz. Qrup yarışında hər hansı istədiyiniz ətrafınızda olan tanışlarınızı, dostlarınızı dəvət edə bilərsiniz və ya birəbir yarışa kimisə dəvət edə bilərsiniz ki, özünüzü sınayasınız. Sonra gəldik sınaqlar bölməsinə. Artıq çox detallara getməyəcəm. Onsuz da yüklədikdən sonra görəcəksiniz hər birisini. Ümumi sınaq imtahanı ictimaiyyəyə daxil olacam. İxtisas üstəgəl metodika da var burada. Fiziki tərbiyə, ibtidai sinif, texnologiya, tarix, əlavələr də inşallah zamanla olacaq. Ümumi sınaq ictimai metodika üzrə sizlərə bir izah təqdim etmək istəyirəm. Gəlin texnologiyadan bu izahı təqdim edək. Texnologiya müəllimləri üçün metodika üzrə hazırladığım suallara keçid edək. Sual 1. Qeyd edim ki, doğrudan onu göstərmədim. Burada üzərinə toxunduqdan sonra sınağın, baxın, açılır səviyyə. Səviyyənin üzərinə toxunursunuz, sınaq açılır. Və sol tərəfdə olan ox işarəsi ki var, bu ox işarəsinə toxunaraq siz istənilən suala keçid edə bilərsiniz. 5, 7, 6 daha doğrusu, 9, 10 və ya 3 fərqi yoxdur. Sonuncu suala çatdıqda imtahanı bitirin düyməsinə toxunursunuz. Amma çatmasa, məsələn, buralıqda olduqda gəlib onu həmin işarəyə toxunsaq, imtahandan yarımçıq, yarıda çıxmış olacaq ki, bu da düzgün deyil. Gəlin birinci sualdan başlayaq. Deməli, şagirdlərə iki fərqli məişət mədəniyyəti qaydası təqdim olunur. Onlardan təhlükəsizlik, səmərəlilik və gündəlik istifadəyə uyğunluq baxımından bu qaydaları müqayisə etmək və daha məqsədə uyğun davranış modelini müəyyən etmək tələb olunur. Daha məqsədə uyğun modeli müəyyən etmək artıq bizi daha çox təhlilə, yəni analiz etməyə aparır deyə. Burada idraki sahəyə görə mərhələ təhlil etməkdir ki, biz analiz edəcəyik. Keçək növbəti suala. Burada keçid etmək var. Əvvələ də qayıda bilərsiniz, sonraki suala keçid edə bilərsiniz. Bu sual iş üsulları ilə bağlıdır. Hansı iş üsulunun xüsusiyyəti verilməyib? Gəlin baxaq. Təklif olunan hər yolun müsbət və mənfi tərəfləri təhlil edilir. Müsbətin mənfinin təhlili aiddir qərarlar ağacına. Bu strategiya müxtəlif intellekt növlərinə sahib şagirdlər üçün də səmərəlidir. Bu aiddir düşün, cütləş, bölüş, paylaşa. Problemin təhlili, dəyərləndirilməsi, proqnozlaşdırılması və yeni həll yolu aiddir Bloom kubuna. Tapşırıqlar hər qrup tərəfindən yerinə yetiriləndən sonra iş vərəqi digər qrupa ötürülür. Bu karuseldir, ötürülür. Burada qərarlar ağacı, düşün, cütləş, bölüş, paylaş, Bloom oldu, amma ziqzaqla bağlı hər hansı bir xüsusiyyət görmədik. Cavab oldu burada ziqzaq. Keçin növbəti suala. İki şagird arasında mübahisə baş verib, bu konflikti həll etmək üçün sinif iclası keçirilir. Və müəllim sinifin şagirdlərinə imkan yaradır ki, konfliktin baş verməsində səhvin kimdə olduğunu bildirsinlər. Situasiya haqqında hansı fikir yanlışdır? Doğrudur, daha doğrusu. Baxın müəllimlər, burada ümumiyyətlə müəllimin atdığı addım yanlışdır. Yəni müzakirə prosesində biz kimisə ittiham etmirik ki, sən yanlışsan, sən doğrusan, bu tip yanaşmırıq. Yəni müəllimin atdığı addım onsuz da yanlışdır burada. Bizə də soruşur ki,
hansı fikir doğrudur? Verilənlə bağlı. Gəlin baxaq. Deməli, müəllim fasilitator bacarıqlarına sahibdir və sinifini effektiv idarə edir. Tamamilə yanlışdır. Sinif iclasının keçirilməsi bu konfliktin həllində uğurlu bir seçim deyil. Bu da yanlışdır. Sinif iclasının keçirilməsi uğurlu seçimdir. Amma burada müəllimin atdığı addım yanlışdır. Sinif iclası doğru bir yanaşmadır problem həlli üçün. Müəllimin atdığı addımda bir yanlışlığı var ki, kiminsə səhv olduğunu bildirir. Müzakirə bu tip getmir axı. Yəni yoldaşlar bir-birini ittiham etmir ki, sən səhvsən, sən düzsən. Bu tip olmur. Sonra konfliktdə olan iki şagirdi dərs zamanı tənbih etmək ən doğru seçim olardı. Bu da yanlışdır. Sonuncuda deyir ki, sinif iclası zamanı konfliktin baş verməsində səhvin kimdə olduğunu bildirmək doğru yanaşma deyil. Bəli, cavab budur. Çünki qeyd olunur, situasiya haqqında hansı fikir doğrudur? Bu fikir doğrudur. Keçək növbəti suala. Sual 4. Baxın, sualları işlədikcə bu tip olacaq. Yaşılla artıq yaşıl rəngdə olacaq ki, biz biləcəyik bu sualları işləmişik. İşləmədiyimiz suallar isə boş qalacaq. Yəni orada artıq yaşıl olmayacaq. Sonra ekranda şəkli böyüdə bilirsiniz istənilən qədər. Onu da sizlərə deyim. Yəni nə qədər istəsəniz böyüdə bilib rahatlıqla baxa bilirsiniz. Şəkilli olan istənilən sualı böyüdüb baxan, istənilən böyüklükdə edib ona rahatlıqla baxa bilirsiniz. İndi mən normal ölçüdə qoyacağam bu şəkildə. Aha. Dediyim kimi, amma siz istənilən ölçüdə şəkli böyüdə bilərsiniz ekranda. İnklüziv mühitlə bağlı uyğunluğu müəyyən edin. Uyğunluğu deyir. Uyğunluq dedikdə biz doğru fikrə doğrunu, yanlış üstündə isə yanlışı tapmalıyıq. Sağlamlıq imkanları məhdud olan şagirdlərlə işləmək üçün ənənəvi üsullar onların özünə inamına müsbət təsir göstərə bilər. Bu yanlışdır təbii ki. Ənənəvi üsullar deyil, amma biz müasir texnologiya, müasir metodları nəzərdə tuturuq. Texnologiya burada şərt deyil. Ümumiyyətlə, müasir metodlarla işləmək vacibi amildir. Təbii ki, burada artıq müasir metodlar dedikdə bir çox amil yer alır. Texnoloji bacarıqlar, aşılamaq, qərar qəbul etmə, müstəqil öyrənmə və s. və ilə axır. Ona görə bir yanlışdır ənənəvi dediyi üçün. Gəldi 2-yə, tədqiqatlar göstərir ki, öyrənmə çətinliyi olan şagirdlərin özünə inamı öyrənmə çətinliyi olmayanlara nisbətən daha aşağıdır. Bu doğrudur. Burada bir problem yoxdur. 2-ni götürək. Təhsildə bərabər imkanlar yaratmaq dedikdə bütün şagirdlərə eyni üsulla öyrətmək, eyni resursları vermək və eyni qiymətləndirməni aparmaq nəzərdə tutulur. Tamamilə yanlışdır. Eyni üsulla öyrətmək ifadəsi o deməkdir ki, biz bərabər imkanları pozuruq. Yəni bu bərabər imkan deyil. Müxtəlif üsullardan istifadə etməliyik. Yəni diferensial yanaşmalıyıq. Deməli 2 doğrudur müəllimlər, 3 yanlışdır. Cavab oldu 2-3. 4-də deyir, inklüziv təhsil sisteminin möhkəmlənməsi prosesi kimi deyil, həm də sağlamlıq imkanları məhdud olan insanların diskriminasiyasının aradan qaldırılmasının səmərəli vasitəsi kimi qəbul edilir. Tamamilə doğrudur. Diskriminasiya fərqləndirmək deməkdir ki, inklüziv təhsil deyir ki, diskriminasiyaya yol vermə, yəni fərqləndirmə, şagirdləri ayırma bir-birindən. Belə, 4 doğrudur, deməli oldu burada 3 yanlış, 2 doğru. 2-3. Sonra məktəbdə toplanmış 1,5 litrlik plastik butulkalardan hər şagird üçün hündürlüyü 12 sm olan qələmqabı hazırlanması planlaşdırılır və şagirdlər butulkanın diametrini, həmçinin sinifdəki şagirdlərin sayını nəzərə alaraq butulkanın kənarına yapışdırılacaq lentin uzunluğunu və ümumi lent miqdarını nəzərə alaraq məhsulu hazırlamalıdırlar. Tapşırıq inteqrasiyanın hansı növünü özündə əks etdirir. Burada biz görürük ki, fənnüsü nəsə yoxdur. Onu qoyduq bir kənara. Bəs başqa nə görürük? Fənnüsü çıxdı, yoxdur. Fikir versək, burada şagirdlər texnologiya fənnidir, nəsə hazırlayacaqlar. Bu belə. Burada qeyd olunub da məhsulu hazırlamalıdırlar. Bir məhsulu hazırlamalıdırlar güllər üçün. Qələm qabı daha doğrusu, üzrüsən, qələm qabıdır. Elə mən o ifadanı axtarırdım ki, harada yazılıbdır. Qələm qabı hazırlamalıdırlar. Bu artıq gül üçün deyil. Mən dipçək kimi nəzərdə tutmuşdum. Qələm qabı hazırlayacaqlar. Bu texnologiya ilə bağlı bir anlayışdır. Və onunla yanaşı butulkanın diametrini nəzərə alacaqlar, sayı hesablayacaqlar, lentin uzunluğunu hesablayacaqlar. Yəni, burada artıq texnologiya fənni ilə riyaziyyat fənninin əlaqəsini görürük. Ədədlər və əməllərin
hesablamanın əlaqəsini görürük ki, fənlərarası inteqrasiya birbaşa var burada. Aydındırmı? Baxın, butulkanın diametrini, həmçinin sinifdəki şagirdlərin sayını nəzərə alaraq butulkanın kənarına yapışdıracaq lentin uzunluğunu və ümumi lent miqdarını. Artıq hər birisində bir hesablama var. Ona görə bu riyaziyyatda eyni zamanda ölçmə anlayışı da var riyaziyyatdan burada, bilirsiniz. Cavab oldu yalnız fənlər arası. Fən daxilində yoxdur burada. Yalnız fənlər arası. Valideyn müəllimin birinci, ikinci və üçüncü çağırışına cavab vermir. Bu halı görən müəllim valideynlə münasibət qurmaq üçün nə etməlidir? Əgər biz bunu dəfələrlə ediriksə, bir dəfə, 2, 3 dəfə valideyn cavab vermirsə, bu bir neçə dəfə baş verirsə, o zaman biz təkidli, yəni israrlı olmalıyıq. Burada təşəbbüsü ələ almaq, götürməyə, yaxşımı? Təşəbbüsü ələ almaq adətən başlarda olur, yəni ilkin mərhələdə. Amma mən dəfələrlə çağırmışam, adam gəlmirsə, artıq təkidli olmalıyam. Təkidli olmaq. Gəldik 7-ci suala. Mətbəx bıçaqlarının tutacaqları adətən rezin, ağac və ya sürüşməyən materialdan hazırlanır. Bu cür hazırlanmanın səbəbi nədir? Taksonomiya bilik təfəkkürü tapmalıyıq. Əziz müəllimlər, bu çətin sual deyil. Soruşur bu cür hazırlanmanın səbəbi nədir? Mən artıq texnologiya ilə bağlı, bu mövzu ilə bağlı məlumatlıyamsa və mövzunu mənimsəyib, yəni anlamışamsa, burada anlamaq çox önəmlidir daha. Anlamışamsa, səbəbi izah edə biləcəm. Məndən səbəbi soruşur da. Burada öz yanaşmam yoxdur, öz mövqeyimi bildirmirəm, nəyisə analiz etmirəm, sadəcə deyir, bu cür hazırlanmanın səbəbi nədir? Texnologiyada öyrənmişəm və mən onu izah etmək üçün anlamalıyam. Səbəbini soruşur deyə mən qarşı tərəfə izah etməliyəm ki, səbəb nədir? Bu anlamağı tələb edir məndən. Yəni, yuxarı təfəkkür deyil, aşağı təfəkkür. Məntiqi təfəkkür, anlamaq mərhələsi, konseptual bilik. Bilirsiniz, nəyisə səbəbini izah etmək konseptualdadır. Tədris ili başlayandan sonra müəllim ilk valideynlər iclasını təşkil edir, valideynlərin əksəriyyəti məktəbə gələrək iclasda iştirak edir. Amma bir neçə valideyn isə bu iclasa gəlmir. Bu halı görən müəllim iclasdan sonra həmin valideynlərlə əlaqə yaradaraq niyə gəlmədiklərini öyrənməyə çalışır. Müəllimin bu addımı ilə bağlı hansı fikir doğrudur? Baxın, burada ilk dəfədir. İlk valideynlər iclasıdır. Valideynlərdən çoxsu gəlib, bir neçəsi gəlməyib. Artıq bu durumda biz nə etməliyik? Burada təkidli olaraq demirik. Təşəbbüsü ələ alaraq deyirik. Müəllim təşəbbüsü ələ almalıdır. Əgər ilk dəfədir gəlməyibsə, başa düşürük, təşəbbüsü ələ alırıq. Sonra keçək növbəti suala. Dərsdə sual-cavab prosesi ilə bağlı hansı fikir yanlışdır? Yanlışı istəyir bizdən. Hansı fikir yanlışdır? Dərsdə sual-cavab prosesi ilə bağlı hansı fikir yanlışdır? Gəlin baxaq. Şagirdlərin bir-birinə suallar verməsini təmin etmək lazımdır. Bu doğrudur, burada bir problem yoxdur. Suallar həm aşağı, həm də yuxarı təfəkkür səviyyəsinə uyğun olmalıdır. Bu da doğrudur. Sonra, qapalı suallardan tamamilə imtina olunması doğru hesab edilmir. Bəli, ümumiyyətlə biz deyirik, açıq sualda, qapalı sualda istifadə olunmalıdır. Şagirdlər bir-birlərinə sual verməlidir. Bunlarda bir problem yoxdur. Belə proseslərdə əsasən liderliyi nümayiş etdirən şagirdlərin söz demək haqqı var. Tamamilə yanlışdır. Yəni, liderlərin haqqı var deyilən bir şey yoxdur. Bərabər imkanlar anlayışı var. Ona görə bunu yanlış kimi götürürük. Gəldik sonuncu suala. Əhsən, iti zəkana görə verilmiş tapşırıqları yaxşı işləmisən. Rəy haqqında verilən fikirlərdən hansı düzgündür? İti zəkana görə. Mən onu sadəcə təriflədim. Yəni, emosiyalara yönəlirək. İti zəkana görə dəhşətli yaddaşım var, güclü zəkam var, ağıl dəryasısam. Bunlar emosiyalara yönəlik rəylərdir. Doğru fikir hansıdır? D variantı. Belə müəllimlər, izahın sonuna gəlib çatdıq. Növbəti izahlarda görüşmək üzrə və bitirin düyməsinə toxunduqdan sonra fikir versəz, artıq mənim işim hamısı doğrudur. %100 nəticə göstərdim. Sol tərəfdə göstərir. Baxın, işarəyə 10-da 10, yəni 10 sualın 10-unda düz yazdım. 100%lıq bir nəticə göstərdim. Və siz sınağın video izahına da keçid edə bilirsiniz. Sınağın video izahına keçid etdikdə video izah açılır. Fikir verin. Burada siz sınaqla tanış olmuş olursunuz, izahı ilə daha doğrusu. İzah geniş şəkildə verilir. Eyni zamanda əvvələ qayıdıb cavabları nəzərdən keçirə bilərsiniz. Fərq etmir. Cavabları nəzərdən keçirmək üçün də yenə eyni funksiyadır. Baxın, bu şəkildə istənilən suala keçid edə bilirsiniz. Geri qayıdıb, birinci cavabı nəzərdən keçirib, sonra gəlib sınağın video izahını dinləyirsiniz müəllimlər. Belə. Sağ olun, ana səhifəyə qayıdaq. Özünüzdən müğayət olun.